Ve bu güzel rəqslərinə görə də təbii ki, onlara təşəkkürümüzü bildiririk ki, bax, bu özəl günümüzü də daha da gözəlləşdirdilər. Elə bu rəqs qrupu da kimin rəhbərliyi altında belə möhtəşəm ola bilərdi? Təbii ki, Elsəvər Ağayevin rəhbərliyi altında bax, bu cür gözəl, peşəkar rəqs qabiliyyətinə malik elə uşaqları bugün bura gətirdi ki, bax, bu yeni ildə özəl buraxılışımızda 2026-cı ilin ilk günündə gəlib daha da bizi gözəlləşdirdilər. Elə öz ahəngləri ilə, öz elə enerjiləri ilə bir uşaq necə ola bilər? Təmiz, saf. Ona görə də Allah bütün evdən hər zaman övlad səsi gətirsin. Allah bütün ailənin övladlarını qorusun. İçində də bax bu rəqs qrupunun gözəl balaları olmaqla. Və bugün də onu da qeyd edeyim ki, bizim dəyərlimiz olan Rəsul bir danışmadan öncə rəqs qrupunun bax bu üzvlərinin bugün burada Rəsul elə onların adından bizim Kanal S izləyicilərini təbrik eləyəcək. Hə Rəsul? Biz də rəqs adı ilə hamımızı təbrik edirik. Nəsib ellər çıxasınız. Amin inşallah. Təşəkkür edirik. Dəyərli tamaşaçılarım, əziz Kanal S ailəsi yenə də bir-birindən maraqlı qonaqlarına